Qayda başlatdım. Deməli, badminton mətni. Bu idman oyununun adı İngiltərənin badminton şəhərinin adından götürülmüşdür. Müəyyən xüsusiyyətlərinə görə tennisə bənzəyir. Bu oyun qədim Malayada yaranmış, sonralar Asiyanın başqa ölkələrində yayılmışdır. İlk dəfə İngiltərənin badminton şəhərində Hindistandan qayıtmış ingilislər tərəfindən nümayiş etdirilmişdi. Bir müddətdir ki, olimpiya idman növü hesab olunur. Bu oyun tor ilə 2 hissəyə bölünmüş, düzbucaqlı meydançada keçirilir. Yəqin ki, görmüsünüz də, belə tennisə oxşuyur, amma gülə oxşuyur topu. Biraz da tennisə bənzəyir. Deməli, torun hündürlüyü 1,55 metr olur. Əsasən üzərinə dəri çəkilmiş və tac şəkilli lələklərə malik olan top və tennis tipli raketka ilə oynanılır. Oyunda məqsəd topu meydançanın rəqibə aid hissəsinə salmaq, öz sahəsinə düşməyə imkan verməməkdir. Badminton oyunu 3 yaxud 5 hissədən ibarət olur və hər bir hissənin hesabı 15 xal qazanılanadək davam edir. 0 hesabında və cüt ədədli ballarda top sağdan, çəpinə, tək ədədli ballarda isə soldan şaquli istiqamətdə ötürülür. Qoşu oyunlarda topu birinci olaraq sağdakı idmançı oyuna daxil edir. Hər qazanılan baldan sonra oyunçular öz yerlərini dəyişirlər. Qaydalarının sadəliyinə, kiçik meydançada, çəmənlik və çimərliklərdə oynamaq imkanı olduğuna görə müasir badminton ən kütləvi idman oyunlarından birinə çevrilmişdir. Badmintonun inkişafına və yarışların təşkilinə Beynəlxalq Badminton Federasiyası rəhbərlik edir. 3 ildən bir kişilər arasında Thomas kuboku, qadınlar arasında isə Uber kuboku uğrunda beynəlxalq miqyaslı badminton yarışları keçirilir. Badminton yarışları uğrunda hər il Wimbledon şəhərində İngiltərə birinciliyi keçirilir. Bu birincilik uğrunda açıq badminton yarışları təşkil edilir. Deməli, Azərbaycanda da badmintona güclü maraq olmuşdur. Azərbaycanda badminton idman növü 1960-cı ildən inkişaf etməyə başlayıb. 2015-ci ildən Azərbaycan millisi dünya reytinqində 82-ci yerdə qərarlaşıb. Həmin ildə də Azərbaycan Badminton Federasiyası yaradılmışdır. 1998-ci ildən ölkəmiz Beynəlxalq Badminton Federasiyasının üzvüdür. Badminton yarışları üzrə Azərbaycanın ilk çempionu Hadiyev olmuşdu. Təkcə kişi idmançılarımız deyil, qadın idmançılarımız da bu idman növü üzrə yarışlarda iştirak eləmişlər. Qadın idmançılarımızdan Mehdiyeva İslam ölkələri qadınlarının idman oyunlarında 3-cü yeri tutmuşdu. Deyir, badminton ayaqla oynanılmır fikrini hansı abzasdakı faktla əsaslandırmaq olar? Deyir ki, İkinci abzasda baxın, yəni oyunu harda, necə oynayırlar, o ikinci abzasda göstərilir. Baxın, torla 2 hissəyə bölünmüş düzgün meydança, torun hündürlüyü bu qədərdir. Əsasən lələklə malik olan top və tennis tipli raketka ilə oynanılır deyilir. Raketkanı ayağımızda tutmuruq, axı, raketkanı əlimizdə tuturuq deyənə. Ayaqla oynanılmır fikrini biz ikinci abzasa əsasən əsaslandıra bilərik. Sırf raketka sözünə görə. Məsələn, topla oynayır deyəndə topu ayaqla da atmaq olar normaldır. Amma raketka varsa, deməli bu artıq əllə oynanılır, ayaqla deyil. Sonra, deməli, və tennis tiplidir deyir. Tennis tipli, tennis də əllə oynanılır. 152. Deyir, mətnə əsaslanmaqla yanlış fikirləri müəyyənləşdirin. Badminton oyununda ən azı 2 nəfər iştirak edir. Bu düzdür, çünki sağ meydança var və sol meydança var və orada deməli sağdakı idmançı deyir, oyuna daxil edir. Hər qazanan baldan sonra oyunçular öz yerlərini dəyişirlər. Oyunçular da yerlərini dəyişir. Deməli 2 nəfər oynayır, raketka ilə oynayırlar. Sağdan sola, soldan sağa atırlar deyir və s. top şaquli çəkilir. Hər hesabdan sonra yerini dəyişirlər falan. Bu göstərir ki, ən azı 2 nəfər iştirak edir. Bu düzdür. Deyir, oyunun başlama və bitmə vaxtını müəyyən etmək üçün hökmən saatdan istifadə edilir. Bu səhvdir uşaqlar. 15 xalı yarım saata qazanarsa, oyun yarım saat davam edir. 15 xal bəlkə 2 saata tamamlanacaq. Nə bilə bilərsən? Yəni orada saatın olması vacib deyil. Oyunu hakim idarə edir. Mətnə əsaslanaraq belə bir fikir deyə bilmərik. Yəni burada hakimin adı çəkilmir. Azərbaycanın ilk çempionu beynəlxalq yarışmanın birincisi olmuşdu. Xeyr, Azərbaycanın ilk çempionu Hadiyev olub və o
Azərbaycan millisini yarışmanın birincisi edib, neçəncisi edib deyə bilmirik axı. Düzdürmü? Bu da dəqiq deyil. Badminton oyunları eyni sayda hissələrdən ibarət olmaya bilər. Bəli, ya deyir 3 hissədən ibarət olur, ya da 5 hissədən ibarət olur. 5 düzdür. Yəni 1 ilə 5-in doğruluğunu əsaslandıra bilirik deyənə cavab qalır 2, 3, 4. C variantı. Gəldik 153-cü suala. Badminton mətni üslubunu deyir. Mətnimiz üslubuna görə hansı üslubdadır? Publisistik üslubdadır və deyir doğru fikirlər müəyyən edin. Deyir poetik funksiya daşıyan ifadələr çoxdur. Bu nəyə aid olardı? Bədii üsluba. Ona görə bir mətnimizə aid deyil. 2-də deyir dili anlaşıqlıdır. Bəli, rahat başa düşürük. Dialoji nitqi deyir. Burada dialoq varmı? Yox. Deməli 3-də səhvdir. 3-də səhvsə avtomatik 2-6 çıxır. Yəni dialoji nitq aiddir məişət üslubuna. Hər kəs tərəfindən anlaşılmayan görürüksə bu aiddir. Anlaşılmayan görürüksə aiddir elmi üsluba. Standart forma görürüksə aiddir rəsmi işgüzar üsluba. Publisistik üslubdadır, düzdür. Cavab olur 2 və 4. 2 və 6. Üzr istəyirəm. Bunları silirəm. Gəlirəm 156-cı suala. 154-cü sual. Mən niyə rəqəmləri qarışdıram bugün? 154-cü sual deyir. Üzərinə rəqəm yazmış hansı ifadələr həqiqi mənadadır? Gəlin birinci sözlərimizi tapaq. Adından götürülmüşdür. Tenisə bənzəyir. Hissəsinə salmaq. Güclü maraq. 5 var. Tutmuşdu. 3-cü yeri tutmuşdu. Deməli, adından götürmək, incə də badminton şəhərinin adından götürmək, oyun öz adını götürə bilərmi? Yox. Deməli, bir məcazidir. A getdi, Y getdi. 2-də deyir topu salmaq. Düzdür, topu həqiqətən salmaq olur. Yəni, 2 həqiqi mənadadır. 2-ni seçirəm. 3-də deyir, 3-də də topu salmaq. Tenisə bənzəyir. Bənzəyə bilər. Bu da elə həqiqiymiş. 3 də həqiqidir. 2, 3 cavabım hazırdır. Gəl 4-ə baxaq. Güclü maraq. Güclü insan, güclü külək. Bu həqiqidir, amma güclü maraq məcazidir. Ona görə olmaz. 3-cü yeri tutmaq məcazidir. Məsələn, desəydim ki, o gəldi mənim yerimi tutdu. O da məcazi olardı. Amma məsəl üçün topu tutdu. Necə həqiqi olardı. Amma bu məcazidir. 2, 3 və salam. 155. Deyir, cədvəldə yanlış fikirləri. Oyun badminton oxuyuram. Çünki nəticədən mən bunu seçməliyəm, düzdürmü? Badminton kütləvi idman növünə çevrildi. Səbəb nə idi? Oyunun qaydalarının sadəliyi. Baxın, Cəhrayı ilə göstərirəm. Deyir, qaydaların sadəliyinə, kiçik meydançada, çəmənli və çimərliklərdə oynamaq imkanı olduğuna görə ən kütləvi idman oyunlarından biridir. Deməli, bir düzdürsə, nə səhvdir? 2 səhvdir də. Hindistan nə əlaqə? Oyun hissələri başa çatır. Nə zaman başa çatır? 15 xal toplananda. Deyir ki, hər bir hissənin hesabı 15 xal qazananda davam edir. Deməli, 4 düzdürsə nə səhvdir? 3 səhvdir. Cavab olur 2 ilə 3 D variantı. Çox asan səbəb-nəticə əlaqəsi. Ümumiyyətlə, çox asan idi bunun sualları. İmtihana da kaş belə düşünürəm. Mətnin nəticə hissəsi əsasında plan tərtib edin. Mətnin nəticə hissəsi nədir? Bu. İndi sən bura bir 2-3 dənə yaza bilərsən. Mən nümunə olaraq göstərirəm. Əlbəttə ki, yenə ağ lövhəmi açıb buradan yazacağam. Sonra aydın yazma, başıva dönüm. Deməli, 1. Deməli, Azərbaycanda deyir badmintona güclü maraq olmuşdu. Yaza bilərik ki, Azərbaycanda badmintonun inkişafı. Azərbaycanda badmintonun inkişafı. Sonra kişiləri, qadınları da yazıb, məsələn. Sonra yaza bilərik ki, uşaqlar, 2-ci, Beynəlxalq Badminton Federasiyasına üzv olmaq, 2. Sonra kişilər arasında badminton, qadınlar arasında badminton. Belə yazıb bitirə bilərsiniz 4 dənə. 3-cü yer tutması filan yazmadı. Qadınlar arasında badminton yaz qutarsın. Oyun təşkil edilməsi yox.
Azərbaycanda idmana maraq, badmintonun Azərbaycanın inkişafı. Bəli, bir neçə dənə yerə bölün, yenə deyirəm. Bax, bir neçə dənə yerə bölün. 2-3 dənə plan bəndi yaza bilərsən bura rahat. Azərbaycanda badmintonun inkişafı. Bir bu. Belə, badmintonun inkişafı. Sonra, Beynəlxalq Badminton Federasiyasına üzvlük. Kişilər arasında badminton, qadınlar arasında badminton. 4 dənə plan bəndi yaz. Aydın oldu yəqin ki. Yəni bölürsünüz. Çox dərinə getməyin. Ay nə bilim filan yeri tutması, filanıncı ildə üzv olması, belə yazmayın. Üzvlük. Yəni faktları, rəqəmləri, adları çıxartın. Elə yazın. Bəli, yazma olar Azərbaycan. Əgər bir dənə plan yazırsınızsa, burada məsələn plan tərtib edin deyir. Azərbaycanda badminton. Qısaca belə də yaza bilərsiniz. Badminton oyunu Azərbaycanda. Azərbaycanda badminton oyununa maraq. Bəli, yazmısınız. Məsələn, bunlar düzdür. Oyunun təşkil olunmasının orada dəxli yoxdur. Çünki sonuncu abzas sırf Azərbaycana həsr olunub. Yəni Azərbaycanda idmana maraq düzdür, Azərin. Badmintonun Azərbaycanın inkişafı düzdür. Məsələn, aydın yazsan qadınların idman oyununda 3-cü yeri tutması. Bu məsələn lazım deyil. Badmintonun inkişafı Azərbaycanda yazsan düz olardı. Azərbaycanda badminton güclü maraq. Okey, düzdür. Ondan üsttəki cümlədən yazdım. Yo, yazmaq olmaz. Nəticə isə sonuncu abzasda da sırf Azərbaycandan bəhs eləyir. Azərbaycanın badmintonda çoxlu müvəffəqiyyətləri. Yazmaq olar. Azərbaycanın badminton oyununda uğurları. Bəli. Heç nə. Gəldik, çıxdıq 157-yə. Yəni eyni şey deyil. Mətnin sonuncu abzasındakı fikirləri ümumiləşdirib tezis yazın. Tezis deyəndə bir cümlə nəzərdə tuturlar. Yəni bu boyda şeydən ümumiləşdirirsən, cümlə deyil, Kənan. Əgər sən 156-nın cavabını deyirsənsə, okeydir. 157-nin cavabını deyirsənsə, cümlə olmalıdır. Bəli, olar. Sən 157-də ümumiləşdirib maraqlananlar olmuş. Azərbaycan badminton sahəsində bir sıra uğurlara imza atmışdı uşaqlar. Ümumi belə bir şey yazmalısınız. Məhəmməd cümlə, Məhəmməd qışqıra bilmirəm, yatırlar evdəkilər. Cümlə deyir, söz birləşməsidir o. Oxu. Səhvdir. Ümumiləşdir deyirsən, götürüb mətnin xülasəsini yazırsan. Götürüb mətni köçürtməli deyilsən. Bircə dənə cümlə yazsan, bircə cümlə. O cümlədə də burada o pişi nədən danışır, onu yazsan. Qısacası nə yazmalıydınız? Azərbaycanın badminton sahəsində bir sıra uğurlara imza atmışdır. Ya da Azərbaycanda badminton sahəsi kifayət qədər inkişaf etmiş, idmançılarımız bu sahədə uğurlar əldə etmişdir. Sən il yazıbsan, cümlə yazırsan, uzun yazmışsan deyəndə elə bildim ki, səhv. Düzdür, Azərin. Tək elə olsun, Məhəmməd. Yazılanlar düzdür 157 üçün. Sonra 158. Tünd qara hərflərlə yazılmış cümlədə üslub səhvlərini düzəldərək cümləni yenidən yazın. Aha. Badminton yarışları uğrunda hər il Wimbledon şəhərində İngiltərə birinciliyi keçirilir. Badminton yarışları keçirilir. Bax, deməli, İngiltərə yarışları, İngiltərə, bir dəqiqə deyəcəm. Badminton birinciliyi uğrunda hər il Wimbledon şəhərində İngiltərə yəqin ki, yarışları keçirilir. Neçənci sualdır bu? 158.
Bəli, badminton yarışlarına İngiltərə birinciliyi uğrunda hər il bəli Wimbledon şəhərində badminton yarışları keçirilir. Bəli, bəli. Biraz sağ ol. Hər il Wimbledon şəhərində İngiltərə birinciliyi uğrunda badminton yarışları keçirilir. Bəli. Bir də bax bu cür düzəltməz. Qalanı səhvdir. Nə yazsaz səhvdir. İngiltərə birinciliyi uğrunda badminton yarışları keçirilir. Yarışı keçirirsən də, birinciliyi keçirmirsən ki. Bu ikisinin elə bir yerini dəyişməlidir. Keçən dəfə də belə dəyişmə sualı var idi. İngiltərə birinciliyi uğrunda hər il Wimbledon şəhərində badminton yarışları keçirilir. Düppədüz. Mətndə əvvəlin nöqtələrin yerinə uyğun gələn cümlə yazın. Məsələn, mən yazardım ki, badminton oyunu haqqında eşitmisinizmi? Bu idman oyununun adı İngiltərənin badminton şəhərinin adından götürülmüşdür. Badminton oyunu necə yarandı? Ya da badminton oyununun tarixi necədir? Yaranması necədir? Bu tərz bir şeylər yazmalısınız. Adətən sual cümləsi şəklində olur belə ilk cümlələr ki, sonraki cümlələrdə ona aydınlıq gətirilsin. Məsələn, burada məsələn ümumi cümlə yazıbdır. Yazıb, badminton sevilən idman oyunlarından biridir. İndi baxaq görək, nə yazmışsınız. Badminton irsinədir. Ay Məhəmməd. Bu Məhəmməd Füzuli zaddır, bəyəm irsi olsun. Badminton oyunu bizə hardan gəlib? Yazmaq olar. 2 raketka ilə oynanılan yazmaq olmaz. Bir çox maraqlı oyunlardan biri də badmintondur. Düzdür. Çox oyunlar haqqında məlumatımız olsa da badminton adlı bilmədiyimiz oyunlar da var. Düzdür. Badminton qədim dövrlərdə istinad edən məşhur oyundur. Qədim dövrdən danışmırıq Aynur burada. Qədim dövrdən danışmırıq. Bəli, düzdür Kənan. Aynur, səhv yazmısan. Qədim dövrlər olmaz. Dünyada geniş necə? Bircə cümlədə keçir, ona görə çox da yazma. Çünki ümumi mətnin necə deyim, ümumi mətndə onun tarixindən danışmır. Yaza bilərsən ki, məşhur oyunlardan biri də badmintondur. Cümləni belə düzəldə bilərsən. Nərmin, dünyada geniş yayılmış idman növlərindən biri də badmintondur. Düzdür. Aydın, səhvdir. Badminton İngiltərədən gələn bir idman növüdür. Bu idman oyunun adı İngiltərənin badminton şəhərinin adına. Ola bilər, Elcan yazmaq olar. Sən aydın cümlə yazmamısan bir. İkinci raketkanı niyə ora yazıbsan? Raketkadan əsas hissədə danışır. Burada danışır. Sən buranı yazmalısan, buranı. Özü təkrarlayırsan. Zaten burada raketkadan istifadə olunmasını verib, sən orada, bilirəm, raketka ilə oynayırlar. Verib də o fikri bir də təzədən təkrar niyə yazırsan ki? Üslubu xəta yaradırsan. Sən birinci cümlə həmişə, məsələn, hansısa bir şey haqqında məlumat toplayanda nə deyirsən? Belə, məsəl üçün, oyunlardan biri də badmintondur. Belə musiqi alətlərindən biri də sazdır. Belə şairlərimizdən biri də Səməd Vurğundur. Belə yazsan da adətən ilk cümləni. Ya da məsələn, mən olsam şey yazardım. Siz badminton oyunu haqqında eşitmisinizmi? Bu idman oyununun adı hardan gəlir? Bu idman oyununun adı İngiltərənin badminton şəhərinin adından götürülmüşdür. Belə yazmalıyıq. Ümumi cümlələr. Tenisdən savayı raketka ilə oynanılan oyunu bilirsiniz. Başqa bilirsiniz. Yazdın. Bu idman oyununun adı tam oturmur. Raketka ilə yazmaq şərtdir, ay Məhəmməd. Biraz oturmur. Ondan sonraki cümləni oxuyanda qəribəcə axır. Deyirsən, tenisdən savayı raketka ilə oynanılan oyunu bilirsiniz. Bu idman oyunun adı İngiltərənin badminton şəhəri. Sən birinci cümlədə badminton adını illaki keçirtməlisən burada. İllaki bu badminton adını keçirtməlisən ki, sən sonra deyəsən ki, bu badminton oyunu öz adını badminton şəhərindən götürüb.
Sən birinci cümlədə mütləq şəkildə badminton adını keçirtməlisən. Çalışın, diqqətli olun. Sonra da oxuyun, görün düz yazsınız, yoxsa yox. 160. Çərçivədə verilmiş söz. Hanı? Oyun. Əlbəttə ki, informativ funksiyadadır. Məcazi mənada o mənim həyatımla oyun oynayırdı. O mənim hisslərimlə oyun oynayırdı. Oyun sözünü mütləq isim şəklində işlədin. Mütləq isim şəklində işlədin, feil şəklində yox. Baxım görüm. Başıma oyun açdı. Okey. Həm şimdi sən oynadığı kimi oyun. Nə deyirsən? Oxu. Olar. Da imtahanda elə yazmadan. O mənimlə pişiyin sıçanla oynadığı kimi oyun oynayırdı. Olar. O mənim hisslərimlə oynadı. Olar. Sən adamla orada bənzətmə eləyibsən də pişiyin sıçanla oynamağına bənzətmirsən oyunu. Okeydir yəni, problem deyil. Epitet. Epitet deyil. Uşaqlar ölümlə oynayırdı. Ələkbər olmaz. Çünki sən isim kimi yazmamısan, feil kimi yazmısan. Elədiklərini eşidən nənəsinin başına oynadacaq. Bu gecə düzdür, onun elədiyi hərəkət. Nə qəşəng ələkbər, səhv yazıb deyir qəşəng ələkbər. Belə. Bu mətni də belə sonlandırdıq. Sualınız var başqa? Qapalıda, açıqda, yəni məncə elə problem yaradacaq məsələlər yoxdur, amma varsa verin. Çünki hamısını tək-tək izah etməyə çalışırıq.